Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Və biz də təbriklərə qoşulur. Və Allah Teala istəyirik ki, Allah Teala bu evliliyi xeyirli, bərəkətli etsin. Allah Teala bu evliliyi Allahın rızasına aparan bir yol etsin. Və bu evlilikdə nə kimi xeyirlər varsa, hamısını onlar üçün yazsın. Və həmçinin Allah Teala'dan istəyirik ki, Allah Teala onlara Allahı sevən, Allaha itaətdə böyüyən zürriyyət bəxş eləsin. Çünki insanın xeyirli olması, Allah qatında ucalması, onun Allaha olan sevgisinə və itaətinə görədir. Nə qədər insan bunu doğruldarsa və bir o qədər də ucalır, həm bu dünyanın əsl səadətini, xoşbəxtliyini əldə edənlərdən olur və eyni zamanda da Allah Teala axirət mükafatlarını da vəd verir. Allah Teala buyurur ki, Əleyhissallahu bikafin abdə. Məgər Allah Teala öz quluna kifayət deyilmi? Məgər Allah Teala öz quluna kifayət deyilmi? Bəli, Allah Teala quluna kifayətdir. Amma kimdir Allahın qulu? Yəni, əsl qul, hansı ki Allah Teala'nın dəstəyinə, yardımına layiq görülür. Yəni, o insandır ki, yəni, hər bir halda qulluğu, qulluq borcunu yerinə yetirəndir. Həm çətinlik anlarında və həmçinin firavanlıq vaxtında. Yəni, onun üçün fərqi yoxdur. Halların dəyişməsi onun qulluğuna təsir etmir. Qulluq borcunu yerinə yetirir. Hər bir anda üzərinə nə düşürsə, onu yerinə yetirir. O insan ki, işləri yaxşı gətirəndə Allahı tanıyır və yaxud da çətinliyə düşən kimi tərk edir və yaxud da əksinə, yəni o insan əsil qul, Allahın yardımına layiq görülən kimsələrdən sayılmır. Yəni Allah Teala özü də bu barədə kitabında xəbər verir və buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ. Yəni insanlardan ellər vardır ki, bir tərəf üzərində, şək üzərində Allaha ibadət edərlər. فَاِنْ أَصَابَهُ خَيْرٌ يَطْمَأَنَّ بِهِ. Ona xeyir üz verdiyi zaman onunla təskinlik, rahatlıq tapar. وَاِنْ أَصَابَتْهُ فِتْنَةٌ اِنْقَلَبَ عَلَى وَجْهِ. Bir müsibət gəldiyi zaman üz döndərər. Əmirləri, əməlləri tərk edər. خَسِرَ الدُّنْيَا وَالْآخِرَةِ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينَ. O insan dünyasını və axirətini uduzmuşdur, ziyana uğramışdır və əsl ziyana uğramaq da elə budur. Yəni insan həm dünyasını və həmçinin də axirətini itirməz. Və həmçinin Allah Teala bunun müqabilində buyurur ki, وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَسَّهُ. İnsana bir çətinlik üz verdiyi zaman o bizi çağırar, yalvarar, yaxarar. Hər bir halında, oturduğu halda, uzandığı halda, ayaq üstə olduğu halda, bütün hallarında. فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَسَّهُ. Nə vaxt ki biz ondan o çətinliyi qaldırar, elə bil ki, o insan elə hərəkət edər ki, elə bil ki bizi çağıran, bizə dua edən, yalvaran o deyildir. كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ. Və beləliklə də müsriflərə, günahkarlara etdiyi əməllər belə gözəl göstərilmişdir. Yəni, fikir versəz, yəni bu ayələrdə, birinci ayədə o insandır ki, işləri yaxşı gətirəndə, ticarəti yaxşı gedəndə və yaxud da meyvə bağları yaxşı bar verəndə Allahı tanıyır. Yəni, deyir ki, bu din yaxşı dindir ki, işlərim yaxşı gətirir, Allaha qulluq edir. Amma çətinliyə düşən ki, müsibət gələn kimi tərk edir. Və bu bir ayədə isə əksinə insan çətinlikdə Allahı tanıyır, rahatçılıq gələn kimi tərk edir. Yəni bu insanlar əsl qul sayılmır. Yəni Allahın yardımına layiq görülənlər o kimsələrdir. Hər bir halda, çətinlikdə də, rahatlıqda da, yəni qulluq borcunu yerinə yetirənlərdir. Əgər insan hər hansı bir halda tanıyır və sonra tərk edirsə, yəni o insana Allah Teala'nın da yardımı gəlmir. Necə ki ayədə keçdi, Əleyhissallahu bikafin abdə. Allah öz quluna kifayət deyilmi? Kimdir Allahın qulu? Yəni o insandır ki, hər bir halda o qulluq borcunu yerinə yetirir. Və insana üz verən bu hadisələr də
Yəni boş yerə deyildir. Bütün bunların hamısı zahirən şər kimi görünsə də, onun içərisində də böyük bir xeyirlər vardır. Çünki Allah Teala nəyi təqdir edirsə, Allah Teala'nın təqdiri, bölgüsü uca bir qayəyə görə, uca bir hikmətə görədir. Və Allah Teala onu göndərməklə, sıxıntını, müsibəti göndərməklə qulunu xəstəliklərdən təmizləmək istəyir. Necə ki İbn Qayyim rahimehullah buyurur ki, əgər bu cür müsibətlər, sıxıntılar olmasa, insana onu məhv edən xəstəliklər üz verir. Təkəbbürlük, qəlbin sərtliyi, özündən razılıq və həmçinin fironluq. Yəni Allah Teala müsibətləri göndərərək qulunu birinci bu xəstəliklərdən təmizləyir. İkinci, dünyadakı ən uca dərəcəyə qaldırır. Dünyanın da ən uca dərəcəsi qulluq dərəcəsidir. Nə vaxt ki, insanın işləri yaxşı gedir, ticarəti və yaxud digər işlər və görürsən ki, insanın dua yadına düşmür, yalvarmır, yaxarmır. Amma nə vaxt ki, çətinlik gələndən sonra insan öz acizliyini, öz kasıblığını dərk edir. Yəni, qulluq nədir? Qulluq, insan öz acizliyini, kasıblığını Rəbbinin qarşısında izhar edərək yalvarıb yaxarmasıdır. Dua etməsidir. Yəni, bir insan ki, dua etmir, yalvarıb yaxarmır, yəni elə çıxır ki, o insan təkəbbürlüdür. Yəni, o insana Allaha ehtiyacı yoxdur, ona görə dua etmir. Yəni, dua etməyən, yalvarmayan insan təkəbbürlü insan sayılır. Yəni, Allah Teala müsibətləri ona görə göndərir ki, qulu yalvarıb yaxarsın. Necə ki, Allah Teala Müminun surəsində buyurur, وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ Yəni, biz onları əzabla yaxaladıq. Onlar nə Rəbbinə itaati artırdılar, nə də yalvarıb yaxardılar. Yəni, açıq aydın ayədən görsənir ki, yəni Allah Teala müsibəti göndərməklə qulunun yalvarıb yaxarmasını, o qulluğunu ortaya qoymasını istəyir. Amma bəzən insan görürsən ki, yəni anlamır, dərk etmir, yəni öz azğınlığında davam edir. Əgər azğınlığında davam edərsə, onun üçün artıq bir bəla olur. Necə ki, Allah Teala başqa bir ayədə buyurur, فَلَوْلَا إِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا وَلَكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ Kaş ki bizim əzabımız gəldiyi zaman onlar yalvarıb yaxarardılar. Lakin onların qəlbləri sərtləşdi. Qəlbləri sərtləşdi. Yəni, qəlbləri sərtləşdiyi üçün tövbə etmədilər. Şeytan onlara etdiyi əməlləri gözəl göstərdi. فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ Nə vaxt ki, onlar bildiklərinə əməl etməyi tərk etdilər. Biz onlara hər şeyin qapılarını açdıq. Həttə izə fərihū bimə utu əxadnəhum bəğtətən fəizəhum mublisun Nə vaxt ki, onlara verilənlə sevindikləri zaman biz onları qəfildən yaxaladıq. Onlar məyus şəkildə qaldılar. Deməli, insan Allah Teala'nın ona bəxş elədi bu iman sayəsində, yəni hər bir halını düzgün keçirir, qulluğunu doğruldur və nə vaxt ki, insan qulluğunu doğruldur, həm dünyanın ən uca dərəcələrinə çatanlardan olur və eyni zamanda da axirət mükafatları da vardır. Yəni Allah Teala'dan istəyirik ki, Allah Teala xalqımızı hidayət etsin və doğruya müvəffəq eləsin, tövhidə yönətsin, şirkdən qorusun və həmçinin yeni evlənənlər üçün də Allah Teala onları həm bu dünyanın saadətinə və həmçinin axirətin saadətinə qovuştursun. Allah razı olsun.